Salam, axşamınız xeyirli olsun, əziz və dəyərli izləyicilərimiz. Gecə xəstə, belə deyim, gecənin jackpotunu çıxardıram sizin üçün. 2000 manata cəmi, 2000 manat ilkin ödəniş, 300 manat bizim ofis haqqı, 20 ay 500 manata verilir avtomobil. Səhv eşitmədiniz, cəmi 20 ay 500 manata. Başqaları kimi 36 ay günü 20 manatdan, 600 manatdan verilmir avtomobil. Yəni indən deyirəm, çox sərfəli, qiymətli, belə bir qiymətə də heç bir yerdə plus tapa bilməzsiniz. 2008-ci il 4 düymədir, 1.5 hibrid mühərrik, avtomat sürətlər qutusu, ABS-siz, sahibinin dediyinə görə salonu da çeyirim, təzə xinçis qolunub salonu, baxın, səliqəlidir. Sahibinin dediyinə görə avtomobildə mühərrik, sürətlər qutusu, nə bilim, ABS-i, batareyalar təzə dəyişilib, ideal vəziyyətdə, mühərrik təzə dəyişilib, texniki sənədə qeyd olunub. Yəni hər şey. Maşının problemi nədir? Texniki heç bir problem yoxdur avtomobildə. Yalnız kosmetik işi var. Gördüyünüz kimi, baxın bu frə. 4 dənə təkər dəyişilməlidir, zəifli təkərləri. Bir də qabaqda elə bil sağ tərəfdən yüngül dəyib, nastroyk olunmalıdır, yerinə otuzdurulmalıdır. ABS-in də sağ tərəfin datçikində 35 manat xərci var. Cəmi. 35 manat. Yəni, ümumi desək 600 manat, 500-600 manat xərci var avtomobilin. O da yəni bu dəqiqə olması, yəni təcili bir şey deyil. Onu deyim sizə ki, bizim bu avtomobilin aylığı 500 manat 24 ayla idi. Bu xərcləri nəzərə alaraq, yəni sahibi 20 ay elədi. Belə deyək də, 500 manat ödəyəcəksiniz, amma 2000 manat qabağa düşmüsünüz. Avtomobilimiz budur. Vişlə rəngindədir, ideal bir şeydir. Yəni o barədə ideal bir şeydir qiymətə görə. Qiymət və keyfiyyət nəzərə alınsa ideal bir şeydir. 24 saat bizimlə əlaqə saxlaya bilərsiniz. Daima xidmətinizə həmişə kimi. Kanalımıza abunə olmağı da videomuza bəyənməyi də unutmayaq. Allah'a əmanət olun, görüşmək üzrə.